Bildiyiniz kimi Azercell tariflərində dəyişiklik elədi. Əvvəllər 1 manatla 1 həftə 10 gün istifadə edə bilirdinizsə, artıq xəttiniz açıq qalması üçün günə 1 manat ödəməlisiniz. Hər gün kontur vurmalısınız, elə çıxır. O da demək ki, aya 30 manat pul lazımdır ki, xətti açıq saxlaya biləsiniz. Bu cür tariflər, bu cür bahalıqlar bilirsiniz nədən irəli gəlir? Burada bizim mətbuatımız günahkardır. Niyə? Mobil operatorların mənfi xidmət səviyyəsi ilə bağlı bir dəfə görmüsünüz sujet hazırlansın, hansısa telekanal, mətbuat, mobil operatorlar irad tutsun, o qədər bilirsiniz ki, vətəndaşların cibinə girirlər. Bir də baxırsan ki, sənə hansısa bir aksiyaya qoşublar, hansısa bir tarifə qoşublar, yığırsan, soruşsan, deyir ki, sənə sui-istifadə edir ki, deyir, sən bizə müqavilə imzalamısan, orada bənd var ki, biz bir tərəfli dəyişə bilərik. Mobil operatorlar nüfuzlu media, kütləvi informasiya vasitələrini pulu ilə aldığına görə, hətta media əməkdaşları hansılar ki, onlar da o operatorlardan istifadə edirlər, Azercell olsun, Baxcell olsun, onların da bu başlarına gəldiyi halda müqavilə var deyə aralarında aylıq pul ödəyir. Onlar da heç bir xidmət səviyyəsinin aşağı olmağı ilə bağlı məlumatları tirajlamırlar, paylaşmırlar deyə belə bir təəssürat var ki, hər şey onlarda cooldur, hər şey əladır. Amma sosial şəbəkə üzərindən, səhifələr üzərindən, blogerlərin məşğul olan səhifələrindən görürük ki, əməlli başlı operatorlar müqavilə şərtlərini sui-istifadə etməklə, bu birbaşa sui-istifadədir, burada başqa bir hal yoxdur, vətəndaşın cibinə girmək, sui-istifadə edib vətəndaşın pulunu ələ keçirməkdir. Yəni zamanında mətbuat pulun xatirinə pul verilir deyə göz yummasaydı, belə problemlərdə vətəndaşın yanında olub ictimailəşdirsəydi, göstərsəydi ki, operatorlar belə bir haqsız pul mənimsəməklərinə yol verirlər, əmin ola bilərsiniz ki, belə olmayacaqdır. Mobil operatorun nömrəsini alanda müqavilə olur. Bir tərəfli qaydada orada vurğulayırlar ki, bir çox halda bir tərəfli qaydada şərtlər dəyişikliyi oluna bilər. Onda elə çıxır ki, bizim mobil nömrəmizdən bizdən icazə olmadan, bizim xəbərimiz olmadan istənilən əməliyyatı aparıb sonra deyə bilərlər ki, müqavilədə var ki, bir tərəfli qaydada biz istədiyimizi eləyə bilərik. Ciddi qanun boşluğudur. Bu doğrudan da müzakirəyə çıxmalıdır. Ümumiyyətlə mobil operatorların qiymətidir, internet qiymətidir. Baxcellin ümumiyyətlə keyfiyyəti sıfırdır. Nə kontur baxımından, nə internet baxımından, nə davamlılıq baxımından. Bu günləri keçdi, səhər-səhər baxırsan ki, qardaş səndən kontur çıxır. Yığır soruşursan ki, bəs səbəb nədir? Deyir ki, bəs bizim axı sizlə müqaviləmiz var, orada bənd göstərilir ki, biz bir tərəfli qaydada istədiyimiz dəyişikliyi eləyə bilərik. İstəmirsiniz bağlayaq. Bu istəmirsiniz bağlayaq nədir? Mənim büdcəmə girmirsən, mənim pulumu götürmüsən. Bəs onu kim verəcək?